mütəşəkkilləri qadınlara dedilər və qadınları inandırdılar ki, sənin dəyərin, qiymətin maksimum gözəl olmağındadır. Sən gözəl olsan, onda dəyərli, qiymətli olursan. Bunun nəticəsində, bu yanlış inancın nəticəsində qadın müəyyən yaşdan sonra, məsələn 40 yaşdan sonra, tutaq ki, rəqəmi şərti deyirəm, 45 ola bilər bu, 35 ola bilər bu. Müəyyən yaşdan sonraki zahiri gözəlliyini itirir. Depressiya yaşır. Bəli, bu qadınlarda 40 yaşdan sonraki depressiya deyirlər buna psixologiyada. Depressiya düşür. Məsələn. Və bu yanlış təsəvvürün nəticəsindədir ki, Azərbaycanda da bu deyim var, qadından yaşını soruşmazlar. Niyə? Niyə soruşmazlar? Ona görə ki, yuxarı yaşda olan qadın bu yanlış təsəvvürə görə yaşını deməyə utanır. Ona görə ki, bu meyarla baxır özünə, öz qiymətinə, dəyərinə. Mənim zahiri gözəlliyim yoxdursa, onda mənim qiymətim yoxdur. Bu təsəvvürü kim yaradıb? Qərb. Sual. Qərb haradır? Coğrafi qərb. Yox. Müasir Türkiyəli sosioloq Cəmil Meric deyirdi ki, bu gün bütün dünya qərb. Qadına bunu inandırmaq ki, sənin bütün dəyərin, qiymətin, şəxsiyyətin zahiri gözəlliyindədir, bacardığın qədər bahalı kosmetikalardan istifadə et, özünü gözəlləşdir, gündəmdə qal. Yoxsa özünü gündəmdən salsan, gözəllikdən salsan, şəxsiyyətini itirəcəksən. Şəxsiyyətini itirəcəksən. Şəxsiyyət bərabərdir onun Zahiri gözəlliyinə, görkəminə.